Dedilər yağış yağacaq. Ona görə tez bazar bir dənə yumşaq xəmir yoğurdum. Xəmiri çox nazik açmadım bu səfər. Orta qalınlıqda açdım. Xəmiri açandan sonra ya stəkanla ya bankanın qapağı ilə belə yumruğunu açırsınız, qıraqlarını belə götürürsünüz. Sonra təkrar bunu istifadə eləmək olar. İçliyin reseptin tam aydınlamasını verəcəm sizə orada açıqlamada. Baxıb hazırlayarsınız. Çox rahatdır bu arada. Bunu xəmiri içinə doldurandan sonra burada müxtəlif formalar vermək olur, naxışlar vermək olur. Prosta mənim barmaqlarım qalındı, mən naxışlar verə bilmədim. Bu arada ət yağlı deyilsə, sonda bükəndə ucuna bir bala yer boş qoyun ki, içinə su girsin, belə sulu bişsin. Yekunlu alınan formalar biz bunlardan elədik, bir neçə formasını yoxladıq. Suya duz atıb qoyursunuz qaynamağa, tam qaynayan sonra atırsınız bişməyə. Belə şişəcək, narahat olmayın. 15-20 dəqiqə bişəndən sonra belə kəfkirlə bunu götürürsünüz dumanın üstündə. Sonra üzərinə bir dənə ləzzətli kərə yağı gəzdirirsiniz. Çox super olur. Üzü qışa gedir, havalar soyuyacaq. Mütləq bunu hazırlamağı yaddan çıxarmayın. Yəqin nə demək istədiyimi başa düşdünüz. Nuş olsun. Bu qədər asan olduğunu məncə bilmirdiniz. Süt, su, yağ, duz, droj əlavə edib bunları hamısını qarışdırıb bunları tək-tək yazacağım. Çox yumşaq bir dənə xəmir yoğururuq. Su və süt bu arada ilıq olmalıdır. Xəmiri qoyuruq kənarda dincəlsin. Bu arada tərəvəzləri hamısını belə blenderdan keçiririk. Bir diş sarımsaq bəs eləyir. İstəsə çox da vura bilərsiniz. Ətiniz mütləq yağlı olmalıdır. Soğan da belə keçirilənsə bir azca sıxıb suyunu çıxara bilərsiniz ədviyyata zövqə görə. Bu reseptin içində olan hamısını ədviyyatla tək-tək yaşada qeyd edəcəm. Xəmir bu qədər acıyandan sonra balaca kündələ eləyib kənarda gözlədim ki, daha yaxşı acısın. Uzunsov formada açın və ya əllə açıb forma verə bilərsiniz. Hazırladığım içliyi bol-bol. Mən bol eləmişdim. Biraz seyrəkdə vura bilərsiniz, heç bir problem yoxdur. Pide formasını verirsiniz, əllə dartıb uzada da bilərsiniz. Pideni götürmək ən rahat formasını sizə göstərirəm bu arada. Kənarlarda yumurta sarısı və süt qarışımı ilə hər yerinə çatdırırsınız belə 200 dərəcədə alt üst rejimdə yaxşı bişəndən sonra kənarlarını yağlama yaddan çıxarmayın. Mən pendirli və qiyməli 2 dənə variantını elədim. Çox ləzzətli alındı. Hazırlayacaq olanlarmış olsun. Belə qaynayıb sonra hazırdır. Bahçeye. Oo, renge bak. Asla hazır. Bərk dayanın çox sadə və asan bir resept verirəm mən sizə. Bunun üçün ilk öncə püreni hazırlayıb kənarda qoyursunuz, gözləyir. Toyuq püresini xırda-xırda doğrayıb üzərinə ədviyyatları, sarımsağı zövqə görə əlavə edib qarışdırırsınız. Kərə yağında bunu bişirdikdən sonra üzərinə xırda doğranmış soğanı əlavə edirsiniz. Ondan sonra pomidor suyunu buraxandan sonra tomat əlavə edib qarışdırırsınız və sonunda 1 stəkan su əlavə edib qoyursunuz, dəmdə bişir. Saxsı qablarınız varsa daha yaxşı olar, yoxsa da fərqi yox. Digər qablar da əmələ gəlir. Qablar aşağısına püreni göstərdiyim şəkildə yayırsınız, üzərinə əti əlavə edirsiniz. Qabların forması vacib deyil. Üzərinə rəndələnmiş Holland pendirini əlavə elədikdən sonra airfryerdə və yaxud sobada pendir əriyənə kimi, zövqünüzə görə qızarana kimi gözlədib götürürsünüz. Bu formada servis edə bilərsiniz, kəsib başqa qablara da formada servis eləmək olar. Yəni zövqünüzə necə uyğunsa elə edə bilərsiniz. Çox ləzzətli, çox sadə bir dənə reseptdir. Gözlədiyinizdən çox daha ləzzətli olacaq. Hazırlamaq üçün save eləməyi unutmayın. Nuş olsun. Adını dondurma ruleti də qoymaq olar, şirniyyat da qoymaq olar. Hazırlamaq üçün peçenyaları blenderdan keçirirsiniz. Yaxşıca ovulduqdan sonra başqa bir qaba əlavə edirsiniz. Üzərinə zövqə görə kakao, banan əlavə edirsiniz. Yaxşıca bunu yoğurmaq üçün 2 xörək qaşığı süd əlavə edirsiniz, bəs eləyir. Tam yoğrulduqdan sonra bir balaca kənarda gözləsəz daha yaxşı olar. 2 dənə yağlı kağızın arasına qoyub oxlov vasitəsilə açırsınız. Hardasa yarım santim qalınlığında olmasına diqqət edin. Kənarlarını bu formada kəsib istədiyiniz formaya verə bilərsiniz. Kreması üçün də yalnız kəsmik və qatılaşdırılmış süddən istifadə eləmişəm. Yaxşıca qarışdırdıqdan sonra bu formanı alır. Sonra həmən açdığımız xəmirin üzərinə bunu yayırıq. Üzərinə zövqə görə meyvələr əlavə edin. Mən çiçəklərlə nektarını əlavə eləmişdim. Bu formada rulon halına gətirirsiniz. Sadəcə bir hissədə boş yer qoyun ki, qatlayanda belə dağılmasın. Soyuducuda bir müddət gözləsəz çox daha yaxşı olacaq. Hazırlayacaq olanlara nuş ol.
Aldığım qatıqlar heyf olmasın deyə tez bazar dedim, bir dənə qəşəng dolğa hazırlayım. Qatığın yağı az idi, ona görə smetan əlavə elədim, üzərinə süd, yaxşıca qarışdırdım belə tam bu hala gələnə. Bir qaşıq un, üzərinə yumurtanı qarışdırıram belə ki, topaqlar dağılsın, üzərinə düyünü əlavə edib biraz da qarışdırıb, sonra bu qatıqlı qarışımını əlavə edib qarışdırıram ki, qalan bütün domar topaqlar dağılsın, getsin. Qatığın hamısını əlavə edib qoyuram bişməyə. Az durmadan qarışdırıram. Bu qaynayandan sonra üzərinə göyərtini əlavə edirəm. Göyərtinin çeşidini aşağıda yazacağam. Qoyuram vanxoda biraz da belə bişir. Soğanı doğrayıram çünki bu qaynar olan vaxt duzlanmış soğandan çox ləzzətli olur. Noxudu kənarda hazırlayıb qatıram. Ancaq yeyəcəyim hissəyə əlavə edirəm ki, noxud qalanda orada qıcqırma verir. Bütün doğranı xarablamasın. Hazırlayacaq olanlara nuş olsun. Həyətdə bitən aladan zaktal zonasına duzlaq deyirəm, amma sizlərin turşu dediyi şey hazırlayacaq bugün. İlk növbədə altdan bir elə istiot əlavə edirik. Bir neçə ədəd sarımsaq. Sonra bu alanı, bunu bölməkdə olar, mən bölmədən atmışam. Sonra servis eləyəndə hissələrə ayıracağam. Əzəndən sonra bir neçə dənə sarımsaq əlavə edirsiniz. 3-4 dənə kimi götürə bilərsiniz. Hər belə qatı doldurandan sonra əzmanı yaddan çıxartmayın. İndi üzerine 2 xörək qaşığı dəniz tuzu əlavə edirik. Şöyle bol əlinizi qorxaq uğraşdırmayın. Üzerine 1 stəkan yaxşı alma sirkəsi. Üzerine də qaynamış su əlavə edirik. Selamünaleyküm. Bugün mənim ad günümdür. Yaş bitirmeyeceğim. Hediye toyuqlara karpuz olarak vereceğim. Özüme tortu yayı sonra keserim. Üç bacı dolmasının kardeşi soğan dolması resepti vereceğim ben size. Hazırlama çok rahattır. Götürürüz orta ölçüde soğanları yarıya kadar bölürsünüz, tam kesmirsiniz. Bunu 12-15 dəqiqə qaynadırız, tam bir yumuşalandan sonra götürürsünüz. İçi de hazırlamaq üçün ətdir, tomatdır, biber pastasıdır, tuzdur, istiotdur. Ət eğer yağsızdırsa biraz kərə yağı da əlavə edirsiniz. Sonra hamısını yaxşıca qarışdırırsınız. Soğan tam yumuşalandan sonra hamısının üstündən qatları tək-tək çıxacaq. İçində o nazik pərdə var, onu mütləq götürün. Ondan sonra bunu istədiyim şəkildə bükürsüz. Alışverişi isə tam sözdən elədim çünki burada fevralın 18-nə kimi alışverişi endirimlə tamamla kampaniyası var. Bu deməkdir ki, hər 20 azənlik alışverişdə 2 yox, tam 10 məhsulu endirimlə əldə edə bilərsiniz. Göstərdiyim məhsullar yalnız tam stordadır. 2 stəkan su əlavə edirsiniz. Tam qaynayıb su çəkiləndən sonra 1 stəkan su əlavə edib dəmdə qoyursunuz bişməyə. Biraz gec bişə bilər, tələsməyin götürməyə. Gəlin bunu sizə yemağını da göstərim. Təndir çörəyi varsa belə yiyin, yoxsa da Allah kömək olsun sizə. Çok güzel. O birine rahattı. Çok da tatlıdır.